Salam dostlar, sabahınız xeyir olsun. Kür çayında suyun səviyyəsi anbağın qalxdığı üçün qərara gəldi ki, növbəti müşahidələrimizi Salyanın Bazar məhəlləsindəki körpünün dayaqları üzərində yenidən aparaq. Gördüyünüz kimi dünəndən bugünə çayda suyun səviyyəsi bir qədər də artıb. Hazırda çayda güclü axım var. Bu da yuxarı axında kolkosları qırılıb çaya düşmüş ağacları axıdılmasına səbəb olur. Gördüğünüz kimi Yurğun meşələrində hazırda çayın suyu basıb. Buna baxmayaraq Kür çayının suyunun qalxması dəfələrlə daşqınların təsirinə məruz qalmış Salyan rayon sakinlərinin narahatlığına səbəb olmur. Əksinə bir müddətdə quraqlıqdan əziyyət çəkmiş sakinlər bunu sevinclə qarşılayırlar. Amma belə davam edərsə çox güman ki, səviyyəsi necə deyərlər, Kürdən aşağı yerləşən həyətlərə burun suların çıxması da qaçılmaz olacaq. Allah özü köməyimiz olsun inşallah.